Mochi mürəbbə sezonu gəlir. Gəlirsən qaşıqla ləyənin yanına, yeyə bilgəcən qaşıqlayırsan ha. Qəfildən boğazın məhv tutur, deyirsən ayda mənə bir stəkan su verən olaydı. Bax həmin su bu kitabıdır. Müəllifin birinci kitabı Divardakı Yarıq, ikinci kitabı Sönən Səslər, hər iki kitabı ilə ədəbiyyatımızda təzə cığırlar açıb. Biri absurdizmdir, o birisi antiutopiya. Qəşəngliyindən danışacağım, birinci keçim hekayələrin özünə. Buradakı hekayələrin hamısında məşhur şəxslər var. Yazıcılar var, başqa romanların qəhrəmanları var, reperlər var. Ədəbiyyata aid olan hekayələrin hamısı çox gözəldir. İstər-istəməz kitabla maraqlanan adamlar o adamları, şəxsləri, baş qəhrəmanları tanımasalar da, istər-istəməz bir ya adını eşidiblər, ya hardasa olanlar haqqında məlumatları var. Amma iş gəlib reperlərə çıxanda elə bilirsən ki, o hekayələrin auditoriyası biraz daralır. Biri məsələn mən özüm. Mən rap deyəndə ağlına Eminem gələn adamam. Yəqin ki, yaşım keçib ona görədir. Yəni, rap sevgisi hostdan əvvəl sönən adamam mən. Mənə nə maraqlıdır, hansı reperin vəziyyəti nədir? Bəlkə də o hekayələrin də baş qəhrəmanları ədəbiyyatçılar, ədəbiyyat adamları, ədəbiyyatın içindən olan şeylər olsa daha da həvəslə oxuyardım onları. Amma yenə də hekayələrin özləri başdan sona, satirik dilinə, quruluşuna, vəziyyətinə görə çox qəşəng, doyumlu hekayələrdir. Təsəvvür edin, burada bir hekayə var, Metaxron. O hekayə başlayanda mən əridim. 100 il sonradır. Marsda həyat var, insanlar köçüb oturub Marsda. Oradan bura bir inkişaf, elm o qədər inkişaf edibsə, insanların beyninə immersiya edilir, yəni köçürlər onların beyninə. Oturublar Marsda, Sovetskiyədəki insanların həyatın, yaşayışın, psixoloji vəziyyətin analiz edirlər. Marsda sən demə həyat var, yeraltı bir dünya var. Marslılar çıxırlar yerin üstünə, yəni Marsın üzərinə. Başlayırlar torpaqda havas eləmək ki, bu niyə belədir, bu niyə elədir. Baxırsan ki, ayda bu hekayədən bir roman çıxar, ləzzətlə oxuyarsan. Mən adətən hansı kitabın videosuna, başqa kitabın videosunu calaq eləmirəm. Amma keçən dəfədən bəri ürəyimdə belə sızıltı qalıb, vicdan azabı çəkirəm ki, mən niyə Divardakı Yarıqdan sadə bir hekayə kimi danışıb örtüb kənara qoydum. Əslində hər iki kitab, o Divardakı Yarıq absurdizmdir, bu antiutopiyadır. Hər iki kitab ədəbiyyatımıza açılan yeni cığırdır. Absurdizm absurd sözündəndir, nə olduğunu bilirsiniz. Yəni mənim buradan buynuzlarım da çıxa bilər, izah eləmək üçün deyim və hamıya çox normal gələcək, hamı tam təbii qarşılayacaq. Yəni məntiq qırğılığı, hər şeyin məntiqlə izahı olmaya bilərin göstərən bir janrdır absurdizm. Antiutopiyanı hamımız bilirik. Antiutopiya hamıya tanışdır. Amma xaricdən gələn antiutopiya tanışdır bizə. Hamısı tərcümədir, oxuyuruq, hayılmaya oluruq ki, bu aləmlərə bax. Həmin aləmlərdən birini yaradan bax bizim gənc yazıçımızdır. Adama ən böyük ləzzəti, həm də qüruru verən odur ki, bax bizdə də belə hekayələrin cığırı açıldı. Davamı gəlsin inşallah.